Astara Olimpiya İdman kompleksində şəhid Sahib Kələntorovun xatirəsinə həsr olunmuş boks üzrə Lənkəran Astara regional açıq turniri baş tutub. Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəyə sükutla yad edilməsi ilə başlayıb. Mərasimdə Lənkəran Astara Regional Təhsil İdarəsinin Astara sektoru üzrə müdiri Xədicə Əliyeva, Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinin Astara sektoru üzrə müdiri Rufan Şirinov, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, məşqçilər və idman sevərlər iştirak ediblər. Vətən müharibəsi şəhidimiz Sahib Kələntorovun xatirəsinə həsr olunmuş Astara şəhərində 2013-12-ci il təvəllüdlü kadetlər arasında turnir keçirilir. Həmin bu turnirdə 9 komanda iştirak edir. 9 komandadan 60-a yaxın idmançı öz güclərini sınayırlar burada. 14-8 dərəcəsində olacaq bu yarışımızın qalibləri. Yarışlar 3 gün davam edəcək. Ayın 30-da isə final mərhələsi olacaq və final mərhələsində qaliblər müəyyən olunacaqlar. 3 gün davam edən turnirdə Bakı, Masallı, Astara, Şəmkir, Lənkəran və Moik komandalarının 13-14 yaşlı boksçuları qövvələrini sınayıblar. Beynəlxalq dərəcəli hakimlərin idarə etdiyi qarşılaşmalarda yeniyetmə idmançılar gərgin və maraqlı mübarizə nümayiş etdiriblər. Biz bu turniri keçirdirik. Bütün şəhidlərin xatirəsi əbədiləşsin. Yəni şəhidlərimizin xatirəsi həmişə yad olsun. Gənc nəsillər yaddan çıxartmasın ki, bizim belə qəhrəmanlarımız var. Biz özümüz Ərçivan qəsəbəsində yaşayırıq. Ərçivan qəsəbəsində 92-ci ildə 9 şəhidimiz oldu. Onun birinci şəhidi qardaşım Sahib Kələntorov oldu. İyulun 27-sində Ağdara istiqamətində olan vuruşda yaralandı. Ayın 30-unda şəhidlik zirvəsinə ucaldı. Qardaşımın xatirəsi, ya bütün şəhidlərimizin xatirəsi yad olsun deyənə biz bu turniri keçirdirik ki, bütün gənc nəsillərimiz görsün. Hamısı bilsin ki, şəhidlərimiz həmişə yaşayır. Şəhid Sahib Kələntorovun da həmin qəhrəmanlardan biri olduğunu, özünün də zamanında idmanla məşğul olduğunu bildirib. Qeyd edək ki, Sahib Kələntorov 15 fevral 1973-cü ildə Astara rayonunun Ərcivan qəsəbəsində anadan olub. 1-ci Qarabağ müharibəsində Ağdam, Tərtər və əsasən Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Həmin qəsəbədəki 2 nömrəli tam orta məktəb hazırda onun adını daşıyır. Turnirin keçirilməsinin əsas məqsədi gənc boksçuların ustalıq səviyyəsini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və Azərbaycan boks məktəbinin ənənələrini gələcək nəsillərə ötürməkdir. Yarışın sonunda qalib və mükafatçılara diplomlar, medallar və kuboklar təqdim olunub. İlqar Mustafayev, Yusif Əliyev bu gün informasiya proqramı üçün.